Bakıda yerləşən Nizami Tibb Xəstəxanasında əmək hüquqlarının kobud şəkildə pozulması iddiası ilə bağlı qalmaqal yaşanır. Müəssisənin əməkdaşı Bəhruz Nəsirov Bakı Nüsaza müraciət edərək rəhbərlik tərəfindən öz iradəsi əleyhinə işdən çıxarılmağa məcbur edildiyini bildirir. Şikayətçinin sözlərinə görə o xəstəxana rəhbərliyi tərəfindən otağa çağırılaraq ondan öz ərizəsi ilə işdən çıxması tələb olunub. Nəsirov bu qanunsuz tələbi rədd etdikdə isə müxtəlif təzyiqlərlə üzləşəcəyi ilə bağlı hədələnib. O həmçinin xəstəxananın şöbə müdiri Samir Məmmədov tərəfindən vəzifə səlahiyyətlərinin aşılması və kobud rəftara məruz qaldığını iddia edərək aidiyyatı dövlət qurumlarından məsələnin araşdırılmasını xahiş edir. Ekspertlər isə bildirir ki, əmək məcəlləsinə görə müqavilənin işçinin təşəbbüsü ilə ləğvi yalnız onun könüllü iradəsi ilə mümkündür və məcbur etmə halları cinayət və ya inzibati məsuliyyət daşıyır. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Mənə qarşı, mənə qarşı. Samir müəllim otaqda mənə qarşı təhqir edir. Bax mənə qarşı. Məni zorla tətbiq edir ki, işdən çıx. Ərzöy yaz işdən çıx. Baxın. Baxın, səni eşitmədim. İndi gözləyirəm, mən teleqrama vururam. Bax, xanımdan da hamısındadır. 8-15-də qayna xəttə zəng edirsin. Baxın, fikir verin, bax. Şöbə müdürü Samir müəllim. Mənə zor tətbiq edir otağında. Şəxsi otağında mənə zor tətbiq edir. Ki,